detallar var. Yəni Sevil Əliyevanın oğlu. Ondan da soruşacağıq. Yayımı bəyənin, yeni qoşulanlar xahiş edirəm. Paylaşın, daha çox insan izləsin. Bu videonu 100 min, 200 min, 300 min izləməlidir. İlqar bəy, bir daha sizi salamlayıram. Mehman da çıxışında bildirdi ki, sizlə bərabər bu videonu ərsəyə gətiribdir. Sizin rolunuz nədir? Nə eləmişsiniz siz? Mən heç nə eləməmişəm. Eləyən igid oğlumuz var, Mehman var. Sadəcə mən ona böyründə olmuşam, bir qardaş kimi dəstək vermişəm. Hətta o insan düşünəndə ki, bunu eləyim, eləməyim, ölüm göz qabağındayam. Yəni bunlar hər bir şey eləyər. Mən ona bir qardaş kimi məsləhət vermişəm ki, Mehman, bu elə bir işdir ki, sənin borcundur xalqa bu məsələni açasan. Mən də bir iş adamı kimi əlimdən gələni kimsə belə bir materiallar göndərəndə utanma, söz ver, denən qardaş, yoxlayıb real material varsa, bütün İlham Əliyevin ətrafından, tək İlham Əliyevin ailəsindən yox, bizə tək İlham Əliyevin ailəsi maraqlı deyil. Bizim marağımızda olan, bütün ki bu Azərbaycan rejimini zəbt edib, Azərbaycan dövlətini, Azərbaycan xalqını bugünə yaşadan məmurlar, İlham Əliyevin ailəsi, ətrafı, biz elə buradan da deyirəm, çıxın Meymana, çıxın Turala, çıxın real əlinizdə materiallar varsa, təhlükəsizliyinizi garantiya veririk biz sizin və Meyman dünən elə Teymurun efirində dedi, belə bir təşkilatlar var, has ki, bizlərlə çalışır, Eminlə, Meymanla, Azərbaycandan hətta çıxmağımıza, gəlib xaricdə yerləşməyinizə, siyasi məsələlərinizə, sənədlərinizə, hər bir şeyinizə real adamlarsınızsa və real Azərbaycan üçün, Azərbaycanın gələcəyi üçün vuruşmaq istəyirsinizsə, yəni önəmli deyil. Qabağa biz çıxmışıq. Mənəm burada, Meymandır, Turaldır, mərd oğullar var. Hasın ki, İlham Əliyev sustura bilməyəcək. Və bu məsələdə Tural bəy, mənim şəxsi marağım nədir? Açıq deyim, söyləyim və nəyə görə də Meyman dəstəkləyirəm. Çünki bu adamlar nə qədər elə cavan, gənc, qız, qadın, kişi evindən tutmuş, nəm kameradan tutmuş, işgəncədən tutmuş, nəm kiminsə yataq otağına, yəni ayıb olsun İlham Əliyev, ar olsun sənə ki, sən siyasətini kiminsə yataq otağından şantaj eləyə-eləyə insanları qorxuzub, insanların gözünü sındırmaq istəyirsin. Ya mənim, ya Meymanın, ya da Turalın, ya da burada qabaqda efirdə çıxan Azərbaycanlıların sözünü deyən adamların bizim onsuz da ölümümüzü də gözümüzün qabağına almışıq və nə bıraxsaz, nə şantaj eləsəz artıq xeyri yoxdur. Bu artıq xalq bilir ki, siz necə idarə eləyirsiniz devləti, necə gənclərimizi qorxuzursunuz, necə gənc jurnalistlərimizi həbsə salırsınız. Yəni ona görə də mən bu işin böyründə varam və axıracan gedəcəm. Meyman bəyə də əlimdən gələn, nə əlimdən gəlirsə həmişə dəstək eləmək. Nəyi nəzərə tutursunuz? Yəni maliyyə dəstəyi verməyi nəzərə tutursunuz? Qardaş, maliyyə dəstəyi, nə bilim, mənim Rusiyada, başqa xaricdə xüsusi kəşfiyyat orqanları var, adamlar var, maraqlar var. Tək pul məsələsi deyil, bu iş pul hər yerdən tapmaq olar. Pul gedib Meyman elə Nə görə onu dedim, İlqar bəy, üzrü sayın. Mehman verilişlərin birində dedi ki, hətta barmaqları ilə də işarə elədi ki, pul verib almışıq. Yəni pulsuz müsaat. Necə ona biraz Alona pulsuz Heydərə heç yaxın durmaz. Pulsuz kimə nə verir ki, ay Tural bəy? Materialları yəni pulla almısınız siz. Yəni pulsuz bir şey olmaz. Eyib bir şey deyil. Mən bir-iki dəfə hətta evrolar, 100 evrolar göstərmişəm ki, məlumat verim, pul da verim. Eyib bir şey deyil bu. Sadəcə izləyicilər bilsin deyə deyirəm. Yeri gəlmişkən, mən həm də İlham Əliyevə təşəkkür eləmək istəyirəm ki, bilirsiniz artıq nə baş verir? İnsanlar iş yeri tapa bilmir. İnsanlar maaşsız qalıb, insanlar artıq pis yola düşüb Azərbaycanda və insanlar çörək tapmaq üçün bütün üsullara əl atırlar. Yəni İlham Əliyev dərk eləməlidir ki, sosial vəziyyət pisləşdikcə, ölkədə vəziyyət gərgin olduqca,
işsizlik, kasıbçılıq, sosial yardım olmayanda İlham Əliyev başa düşməlidir ki, onun ailəsi haqda, onun ailə özləri haqda, onun məmurları haqda, nazirləri haqda kimsə əlaqəli olsa və ya onlarla işbirliyində olsa, düşünmədən bu materialları pulla satmağa qadir olan insanlardır. Yəni insanlar artıq bir çörəyə görə gözü yumulu hər şeyi satır. Özü Tək ki, özünü pul təliyə gəlsin. salıb. Əlbəttə. Özü özünü təliyə salıb. Mehman, mən sənə bir daha başqa bir sual vermək istəyirəm. Sənə şantaj olunmağınla bağlı. Yeni qoşulan izləyicilərdən xahiş edirəm, yayımı bir dəfə bəyənin. Vacib suallar və məlumatlar indi olacaq. Paylaşın. Səni şantaj ediblər. Nə vaxt bildin, nə vaxt şantaj ediblər? Bu haqda mümkünsə danış. Deməli bu bir neçə ay bundan qabaq, bu yaxınlarda deyək. Mənə evdəkilər Bakıda olan ortancıl qardaşım, dədəm zəng eləyib ki, biz pis vəziyyətdəyik, biz artıq çox pis vəziyyətdədirlər. Biz qorxuruq, biz səndən imtina eləyirik, biz səndən heç bir əlaqə saxlamaq istəmirik və mən soruşanda ki, nə baş verib, artıq mənə izah elədilər ki, təsəvvür eləyin, gecə 12-də dədəm indi gəlib hardasa yüngülvarı işləyir, axşam qayıdır, qardaşım yüngülvarı işləyir, axşam qayıdır. Bunlar evə qayıdanda bunların başına torba keçirirlər, maşına qoyurlar və aparırlar. Yəni gözü yumulu. Təsəvvür eləyin, maşında, aparılan maşında dədəmin qulağına belə nauşnik taxıblar ki, ətrafda olan səsləri eşitməsin, bilməsin ki, bu kişi 76 yaşlı kişi, qardaşım, hara bunları aparırlar? Nauşnik və səs qoyublar. Göz yumulu, başında torba, qulağında nauşnik. Aparırlar idarəyə. Biz bilmirik hansı idarə. İndi amma nəticə necə olacaq? Bunlar qoyurlar, qaranlıq otaq, otaqda 10 nəfər maskalı və işıq yandırırlar, projektor yandırırlar, vururlar bu evdəkilərin üzünə. Qabaqlarına bir dənə televizor qoyurlar, televizorun açırlar və görürlər ki, mənim otağımdan 2019-cu ildə mən həbsxanadan azad olunanda deməli evə gəlib kamera qoyublar və bu illər ərzində mən evdə neynəmişəmsə, mən sevgilimlə neynəmişəmsə, dostlarımla orada evimdə necə Sən tək yaşayırdın həmən evdə? Mən tək yaşayırdım, amma atam da arada gəlirdi. Yəni atam, mən, ikimiz. İndi təsəvvür edin. Çünki dedin ki, atamın da videolarını, İndi deyəcəm, indi izah edəcəm. Deməli biz tualetdə üzümüzü qırxırıq, çimirik, qaydırıq və s. Hamısını çəkirlər, qoyurlar, deyirlər ki, budur. Məsələ budur, mehmanı çəkmişik. Mehmanla danışmalısınız. Mehmanla danışmalısınız. Bunlar zəng edir ki, mehman səni əməkdaşlığa dəvət edirlər. Sən susmalısan, bütün sosial şəbəkələri bağlamalısan və sənə yaxşı hədiyyələr olacaq, səninlə danışacaqlar, hər şey olacaq. Mənim ilk cavabım oldu ki, ay qardaş, ay ata, gedin polisə, yazın ki, sizi oğurlayıblar, sizin başınıza bu gəlib və s. Mən danışandan sonra 2 dəqiqə keçir, evdəkilərə, atama, qardaşıma zəng gəlir ki, siz polis idarəsinə getməməlisiniz. Sabah sizi Fuad Ələsgərov prezident aparatında qəbul eləyəcək. Bunlar da getməz. Səviyyə bax, səviyyə. Deməli, bunları dinləyirdilər və bütün adımlarını bilirdilər. Bunlar gedir Fuad Ələsgərovla görüşür və görüşürlər. Bəli, prezident aparatında Fuad Ələsgərov orada müavinləri ilə və s. Bunlar görüşürlər. Fuad Ələsgərovun dediyi söz o olur ki, nə inkar eləyir, nə deyir ki, bu şər böhtandır. Deyir ki, gedin mehmana deyin ki, sizə dünən nə deyiblərsə, ona riayət etsin və hər şey yaxşı olacaq. Bu oradan görüşdən 5 saatlıq görüş çıxır. Mənə zəng eləyirlər, mən deyirəm ki, heç bir əməkdaşlıq olmayacaq. Amma bunu kim eləyib? Bunu niyə eləyiblər?
cavab olaraq bildirirlər ki, bilmirik. Mən deyirəm bu Daxili İşlər Nazirliyi midir, yoxsa Dövlət Təhlükəsizlik Xidməti mi? Bunlar bu deyir ki, bilmirik. Məsələ gəlir, mən deyəndə ki, yox, əməkdaşlıq olmayacaq. Dədəmlə qardaşım təzədən gedirlər, oğurluyurlar onları, ikinci dəfə aparırlar. Bu dəfə artıq dədəmin kasetlərini qoyurlar. Niyə o oldu? Niyə baş verdi o? Dədəm də mənlə yaşayırdı. Mən ölkədən səfərə gedəndə elə bir dədəm biraz tovuzdandı deyə, biraz mıxlayandı. Yaxşı yevçəndi. Bunun yanına adam öyrədirlər, bir xala öyrədirlər. Bu xala ilə tanış olur. İndi dədə də subay adamdır, eləyib, əcəb eləyib. Bu xanımla gedir evə, içkili vəziyyətdədir dədəm. Amma yenə deyirəm ki, eləyib, Neçə yaşı var atanın? Dədəmin 76. Maşallah. Deməli Mehman, 76 üzürlü yaşı. hesab elə, Tural, bir dəqiqə Buyurun. Mehman. Yəni Buyurun. bu adamların üzü, sifəti nədə görsənir? Yaxşı Mehman, sizi deyirsiniz ki, hər tərəfdə birbaşa bütün cinayətlərinizi açır. Bu 76 yaşı olan kişinin hətta bilmədən çəkmisiniz. Hətta. Bax ki, bunu ağsaqqal 76 yaşı var. Kimlənsə bir qadınla tanış olubdu. İndi yoldaşı yox, subay adamdır. Hamının haqqı var. Yəni tanış olubdu. Bu adam indi evə gətiribdi, evinə gətiribdi ki, bu uşaqları bilməsin, həm yaxınları bilməsin. Bunu götürüb ağsaqqal adamı, yəni bunun seks kasetini çəkməyi, yəni bundan sonra da İlham Əliyev, sən nə gözləyirsən Mehmandan? Sən niyə başqa bir şey gözləyirsən? Üzürlü hesab elə Mehman, sözünü davam et. Doğru. Bu olur. Dədəmə deyirlər ki, nətər Mehman razılaşmır onun kasetləri ilə. Dedi ki, valla əmələ gəlmir. Dedilər onda kişi, sənin də kasetlərin var. Sən əmələ gətirməlisən onu. Bu mənə zəng eləyir. Mən deyirəm ki, dədə, məndən imtina elə, ay qardaş, məndən imtina elə və bilin ki, İlham Əliyevi mən diz üstündə çöktürəcəm. Biz balaca bir komissiya yaradırıq. Burada artıq adları deyənmərəm, çünki komissiya yaradılır. Biz başlayırıq araşdırmağa ki, 2012-də Xəccə İsmailin evinə kim kameranı qoyub və s. Kiçik bir araşdırma eləyirik. Profesional jurnalistlərlə, profesional adamlarla. Məlum olur ki, bütün kasetlərin, bütün belə çirkin söhbətlərin, bütün bu seks şpiyonajın arxasında Dövlət Təhlükəsizlik Nazirliyinin daxilində bir şöbə var və məhz o şöbə bu şpiyonajla məşğuldur. Siyasi fəalların evinə kamera qoyurlar və izləyirlər. Və maraqlı məqam odur ki, Dövlət Təhlükəsizlik Nazirliyinin daxilində olan bu şöbə İlham Əliyevin icazəsi olmadan heç kimin evinə kamera qoymurlar və heç kimi izləmirlər. Və ən dəhşətlisi odur ki, əgər bu kamera görüntüləri mənim atama, qardaşıma göstərilibsə, yenə də İlham Əliyevin icazəsi olmadan bunu heç kim öz başına eləyə bilməzdi. Yəni bu öz fəaliyyət olanmaz. Bu Əlin Ağayevin öz fəaliyyəti deyil. Əlin Ağayev razılaşdırılır və olur. Neçənci ilə kimi çəkiblər? Necə düşünürsən? 2024-ün axırına kimi. 2025-in Nə bilirsən ki, 24-ün axırına kimidir? Yəni nə görə burada? Çünki deyim də, çünki mənim bir sevgilim var idi və qardaşım onu tanıyırdı, atam onu tanıyırdı və deyirlər ki, onunla o görüntüydü sonuncu. Mən də başa düşdüm ki, okey. Yəni bunlar mənə adamları deyirdilər. Yəni də bunu Əlin Ağayev üzərindən ata bilməz ki, söhbət 2016-dan, 19-dan, 18-dən, yox. Mədət Quliyevin vaxtından gedir. Yəni 20, 21, 22, 23 bunlarda da olubdu da. 2019 Mədət Quliyev gedir, Əlin Ağayev gəlir və bu prosesi çəkirlər. Çəkirlər, əcəb edirlər. Mən yenə deyirəm ki, mən heç nədən utanmıram. Mən şəxsi həyatım var, sevişmişəm, əcəb eləmişəm. Bu qədər. Deməli, bunu göstərdilər və orada ip dağılır. Yəni, artıq Əliyev hökuməti başa düşür ki, dialoq alınmadı. Amma dialoq alınmadı bu bir tərəfə, həm də o əlindəki olan elə bir o gülləni, Əlin Ağayev əlindəki olan gülləni boşuna vurdu. O başa düşdü ki, bu işləməyəcək
və artıq bundan sonra bu kasetləri nə edəcək? Yəni kaset iki halda işləyə bilər. Sən razılaşırsan əməkdaşlığa və o səni ömrünün axırına kimi bundan şantaj eləyir. Və bir o haçan zərərsizləşir. Sən deyirsən ki, yay da bunu. Mən də, Əlin Ağayev də, İlham Əliyev də hamı sevişmə nəticəsində əmələ gəliblər dünyaya. Yəni bunu Heydər Əliyev, Zərif Əliyeva qovuşub, Əlin Ağayevin anası kimdirsə orada, o atası ilə qovuşub. Hamı, mən, sən, İlqar, hamı. Burada ayıb bir şey yoxdur. Bunlar başa düşürlər ki, böyük səhv eləyiblər. Yəni bu artıq onlar başa düşdü ki, böyük bir uçurum var və mən ritorikamı biraz dozasını artırıram. Vilayət Eyvazovun və s. Sonra, indi mən izah edirəm xronologiyanı. Niyə Vilayət Eyvazovuna mən daha çox yapışmışam? Vilayət Eyvazova mən onlayn şikayət göndərəm Egovla ki, bu ailə özlərini oğurlayıblar, araşdırmaq lazımdır. Nə vaxt başladın Vilayət 4-5 ay Eyvazovuna? bundan qabaq. Sentyabr, oktyabr bu aylarda yazmışam ki, araşdırılmalıdır. Çünki dədəm, qardaşım qorxurlar, onlara ölkədən çıxışa qadağa qoyublar, onları İlham Əliyev orada girov saxlayır. Mənə Daxili İşlər Nazirliyi mənə cavab verir ki, Mehman, biz çox-çox üzr istəyirik. Biz bu məsələni araşdıra bilməyəcəyik. Amma çox sağ olsun ki, bunu mənə deyir ki, biz bu yükün altına girənməyəcəyik. Mən deyirəm ki, yaxşı, bunun altına girənmirsinizsə, amma mən Vilayət Eyvazovun adlı yükün altına girə biləcəm. Çünki dəfələrlə biz görürük ki, yol polisin problemləri ortaya çıxır, polisin özbaşınalığı, polisin vətəndaşlara qarşı davranışı. Bu mövzular həmişə var idi və bu artıq mən başa düşdüm ki, okey, bunu polis də boynundan atır. Amma polis burada bir şey bəxt də verdi ki, Vilayət Eyvazov nə qədər pis əməllərlə, çirkin əməllərlə məşğul olsa da, rüşvətə meyilli olsa da, insanları şərləyib həbsə göndərməyə meyilli olsa da, Vilayət Eyvazova İlham Əliyev o səlahiyyəti verməyib ki, sən get siyasi fəalları izlə. Bu baş verir, bu partlayır, mənim Meydan TV-yə bir müsahibəm olur. Siz təsəvvür edirsiniz mənim müsahibəmdən sonra nə qədər siyasi aktivist mənə yazıblar ki, Mehman, sən qəhrəmansan, sən cəsarətlisən, bizə də kasetləri göndəriblər. Biz amma susmuşuq, biz onu deyəmirik çünki ailəmiz var, biz qohumumuz var. Mən o sayıların miqyasını görəndə mən gördüm ki, ay Allah, bu aktivistlərin çoxsu içində saxlayıb, bölüşə bilmirlər. Mənə yazıblar ki, sən nətər bunu ortaya çıxartdın, sən necə bu qədər cəsarət yığdın ki, və dedin ki, məni çəkiblər, atamı şantaj ediblər və məlum olub ki... Mənə deyən aktivistlər həm qız olub, həm kişi, yəni hər iki cinsdən. Həm qız, həm oğlan aktivistləri və həm də hal-hazırda həbsxanada olan bəzi siyasi məhbusların şəxsi həyatını çəkiblər. Sonra necə məlum olub? Məlum olub ki, həmin o aktivistləri idarəyə dəvət ediblər. Deyiblər ki, bu adamın üzünə durmalısan, bu yalanı deməlisən, bunu eləməlisən, bunu eləməlisən. Kimsə özünə sığışdırıb deyib ki, mən eləməyim, mən sakit duraram. Amma mənə məcbur eləməyim, bu əclaflıqları eləyim. Mən soruşanda ki, sizi hansı idarəyə dəvət ediblər? Bir mənalı deyiblər ki, biz Dövlət Təhlükəsizliyi Nazirliyinin məhsul şəxsləri ilə görüşmüşdük, kasetləri görüşmüşdük, üz-üzə görüşmüşdük adamları, maskalı adamları. Neçənci illərdən söhbət gedir? Son 2023, 24, 25, yəni 25-ci mən nəyə görə illərə belə fokuslanmışam? Səhərsi gün Nağıyev və onun yanındakı Ceyhun Şadınski və yaxud DTX prezidentlərinin qarşısında məruzə edib yola verməyə özlərindən atmağa çalışmasın ki, illər konkret hazırki DTX rəisinin rəhbərliyi vaxtına gedir ona görə. Əvvəllər sən belə bir müsahibəndə mən rast gəldim ki, dedin ki, polisdən mənə dedilər ki, bunu DTX eləyibdir. Ona biraz aydınlıq gətir. O nə demək idi? Deməli, məsələ budur ki,
biz bunu qəbul eləsək də eləməsək də, hər zaman Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Nazirliyi arasında bir gərginlik var idi. O həmişə görsənir. Amma burada yenə mən dediyim kimi, mən müraciət eləmişdim ki, bu məsələ araşdırılsın, bu məsələ deməli yerinə qoyulsun və ikinci məsələ, onu deməmişəm. İkinci məsələ oydu ki, təsəvvür edirsiniz, mənim qardaşımın iş yerinə Daxili İşlər Nazirliyinin Bakı Şəhər Polis İdarəsinin əməliyyatçıları, Bakı Şəhər Polis İdarəsinin rəis müavini gəliblər iş yerinə və deyiblər ki, Mehman Hüseynov bilməlidir ki, biz onu çəkməmişdik. Biz sizin ailənizlə heç bir problemimiz, bizim sənlə, sənin atanla heç bir problemimiz yoxdur. Yəni biz sizdən alış-verişimiz yoxdur. Biz sizi qorxutmamışıq, biz sizi oğurlamamışıq. Yəni məsələ aydındır ki, bunu başqa kim eləyə bilər ki? Eləməyib. Bunu eləyən oydu ki, və niyə? Daxili İşlər Nazirliyi niyə, Dövlət Təhlükəsizliyi Nazirliyi bunu niyə məxfi eləyib? Yəni oğurlayanda maskalı adamlar idi, qulaqlarına nauşnik taxıblar, gözlərini yumublar, otaqda hamı maskalı idi və çıxanda, idarədə olanda dədəmin sualına ki, siz kimsiz bala, siz nəçisiz? Biz Mehman, deməli mən sənə bir dənə söz deyim əziz qardaş. Bu modanı salan Eldar Mahmudov. İndi bir şey deyim. Bəli. Və Fuad Ələsgərovla görüşəndə mənim ailə üzvlərim, Fuad Ələsgərov onu xüsusi qeyd elədi ki, qəti şəkildə polisə gedib şikayət verməməlisiniz. Yəni burada məsələ o idi ki, çox narahat idilər ki, polisə gedəcəklər, polisdə şikayət eləyəcəklər və Vilayət Eyvazov bundan sui-istifadə eləyəcək. Vilayət Eyvazov bundan sui-istifadə eləyəcək, araşdırmaya başlaya bilər. İndi məsələ... Yəni, çünki sən Vilayət Eyvazovun polislərin üzərinə hücuma keçmirsən, Vilayət də deyir ki, niyə mən zərbənin altında mən qalıram, bunu mən eləməmişəm də. İndi ən dəhşətlisi, mənə son 2 gündə telefonum anı, Bakıda olan məhsul şəxslər, Bakıda olan adamlar, kimlər ki, indi bunu gizlətmək lazım deyil. Mənim dost tanışım var ki, kim ki Daxili İşlər Nazirliyindən əlaqəlidir, kim ki prezident aparatına əlaqəlidir. Bunlar normaldır. Bu hər bir jurnalistin belə bir funksiyası var. Kontaktlı kanalı olur. Bu araşdırmalarımız çıxandan sonra mənə bildiriblər ki, Mehman, İlham Əliyev kiçik bir müşavirə keçirib və Əlin Ağayevdən, Vilayət Eyvazovdan tələb eləyib ki, açıqlama verilsin ki, mən Davosda olanda bu məsələ niyə partladı? Yəni İlham Əliyev Davosdaydı, biz burada artıq işimizi gördük. Vilayət Eyvazovun cavabı o olub ki, cənab prezident, biz Mehmanı qıcıqlandırmamışdıq, biz Mehmanı heç nə etməmişdik və s. Əlin Ağayev bildirmişdi ki, cənab prezident, biz deməli, Vilayət Eyvazovun polisləri, siz görürsünüz də, mən çox vaxt kontenti polislərlə yaradıram və polis mənim mənbələrimi həbs eləyir, şərh yazanları həbs eləyir, mənlə belə prinsip aparır. Əlin Ağayev deyib ki, biz Mehman Hüseynovla dil tapırdıq, artıq o bağlılıq yaradılırdı. Yəni biz Mehmanla bir ortağa gəlmişdik. Yola gətirirdik onu. Yola gətirirdik. Bizi maniyə eləyən Vilayət Eyvazovdur. Vilayət Eyvazov da ağıllı davrandı. Dedi cənab prezident, mən seks spionaj məsələsinə baxmıram. Gedin dədəsini tapın, gedin qardaşını tapın, onları cəlb eləyin. Bütün sualların cavabı Rafiq Hüseynov və İbrahim Hüseynovdadır. Yəni mənim atamda və qardaşımda. Hazırda Bakıda yaşayırlar onlar. Bəli, Bakıda yaşayırlar. Mənlə əlaqələri yoxdur, mənlə imtina ediblər. İndi bir-birlərinin üstünə atırlar. Biri deyir ki, mən Mehman Hüseynovu yola gətirmişdim. Biri də deyir ki, qardaş, mən Mehmanın ailə özlərinə
qabaqlarına heç nə qoymamışdı. Mən Mehmanı tanımıram, Mehmanla əlaqə. İndi qoy bir-birini qırsınlar. Nə İlham Əliyev bizə ağlabatan cavab verə bilmir ki, nə baş verib. Nə Əli Nağıyev cavab verə bilmir. Nə Vilayət Eyvazov. Ona görə də mən yenə də bunu belə xüsusi qeyd edirəm ki, İlham Əliyev başa düşməli idi ki, bir gün onun da qapısı döyüləcəkdir və bu qapı və bu sıra ona gəlib çatdı. Mənə artıq maraqlı deyil. Bu informasiyanı mənə Daxili İşlər Nazirliyi ötürüb, Sevil Əliyevanın komandası ötürüb, Rus kəşfiyyatı ötürüb, Türk kəşfiyyatı ötürüb, İlham Əliyevin ətrafı ötürüb. Bu artıq mənə maraqlı deyil. İlham Əliyev otursun, papağını qoysun qabağına, düşünsün və düşünsün ki, bir gün İlham Əliyevin də kasetlərini mənə satacaqlar. Əliniz dibinizdə olsun. Nədən məsələ, nədən bu xüsusi xidmətlərdən danışmaq istəyirdim. Bu, ümumiyyətlə, bu praktika Elşad Mahmudovun vaxtından yaranıbdır. Birinci bu praktika elə Elşad Mahmudov bütün Eldar Mahmudov bütün İlham Əliyevin bütün nəslini çəkibdir. Bütün məmurları çəkibdir. Yəni onu o vaxtı bir günün, bir dəqiqənin içində bu Qazaxstanda görüşdən sonra buna dedilər ki, ay bədbaxt. Elə yenə də bu Ramiz Mehdiyev necə şeylədilər Putinlə görüşdən sonra. Eyni Qazaxstanda görüş olmuşdu ki, ay bədbaxt. Sən ailənin bütün hoqqaları, fokusları hamısını Elşad Mahmudov və onun ətrafı gecə-gündüz çəkirlər. Eldar Mahmudov. Gecə-gündüz çəkirlər. Yəni ondan sonra bir gün niyə Eldar Mahmudov dəyən yoxdur? Nəyə görə? Eldar Mahmudov işdən azad etdilər, neynədilər? Eldar Mahmudov yenə də öz mühafizəsindən, öz Mercedesindən, öz uşaqlarının nə qədər pullar oğramışdı, nə qədər şantajla pullar qazanmışdı. Bunlar bütün iş adamları, nə bilim o vaxtı yəqin siz onunla, mən müxalifətlə o vaxtı o qədər əlaqə olmayıb. Bilmirəm o vaxtları bunlar konkret olaraq elə Xəticənin zadı məncə onlar çəkibdilər. Eldar Mahmudovun komandası çəkib. Əli Nağıyev də o zaman Eldar Mahmudovun bir tulası idi də. Qabaq küçük kimi onu oradan atmışdı çölə. Gəlib mən Tural bəyin efirində demişəm. Saatlarla məni gözləyirdi ki, o işsiz olanda ki, Zakirlə bəylər tapşırıb, Zakir də bunu qəbul eləsin, neynəsin, nağarsın. İndi ona görə bu birbaşa Eldar Mahmudovun gördüyü İlham Əliyevin ailəsində praktikada olunan real bir iş has ki, 100% bunların əlindən gəlib, bacarıbdılar. İndi Əli Nağıyev də bir gün o işi davam edir. Yəni başqa bir şey yoxdur. Əli Nağıyev o şöbədir. O şöbə, yəni Eldar Mahmudovun vaxtından yaranıbdır. Onu demək istəyirəm. Yəni bu Əli Nağıyevin vaxtından olan bir şey deyil. Ancaq o şöbə o vaxt yaranmışdı ki, İlham Əliyevin bütün ətrafını, yaxınlarını, qohumlarını, qızlarını, uşaqlarını yəni şantaj edib kameranı çəkibdilər. Özləri üçün, öz təhlükəsizliyi üçün bəlkə də edibdilər. Demirəm ki, onlar İlham Əliyevdən gəlib şantaj edib pul alacaqdılar. Yəni şantaj edib nəsə şey. Ancaq ən azından özlərini qorumaq üçün elə fakt Eldar Mahmudov bir gün evindədir. Yəni türmədə deyil. Ramiz Mehdiyev evindədir. Türmədə deyil. Yəni ona görə bu nə göstərir ki, Mehman, yeganə bir oğul sənsən ki, çıxmısan ortaya, bütün sandığı açıb tökmüsən, göstərmisən ki, faktiki İlham Əliyev və onun ailəsi kimlərdir? Yəni, gəlin deyirəm, mənim üçün fərq etmir. Heydər ikinci əl aldı, birinci əl aldı, neynədir? O şəxsi işidir. Ancaq məni maraqlandıran odur ki, balaca Heydərin adından Qod Nisanov mənim Rusiyada olan 500 milyonluq malımı, mülkümü alıb, bir gün də Alyonada gəlib Azərbaycanda artıq Azərbaycan vətəndaşıdır və mən seçkiyə gedə bilmirəm. Məni İlham Əliyev ya öldürmək istəyir, ya tutmaq. Ancaq Alyona Ukrayna vətəndaşıdır, ya hara vətəndaşıdır, gedib bizim səsimizi yəni İlham Əliyevə verir. Yəni məsələ ondadır ki, Alyona Qançar ya Əliyevadır kimdirsə, birbaşa mənim oğranmış malların bu dəqiqə sahibidir.
Ona görə mən necə yəni susum, nəyə görə susmalıyam? Yəni mənim özümü 2019-cu ildə mən açıq-aşkar bu Qod İsanova qarşı nəm Azadlıq radiosunda, Azadlıq qəzetində, Radio Svoboda çıxanda ondan sonra bunlar bilmirdilər nə etsinlər. Mənim yaxın ortada olan yaxın adamlarımızla mənə mesaj göndərmişdilər ki, İlqar Hacıyev 7 il Atel Ukraynada yaşayıb. Bütün nə seks işləri var, nə var, hər şey əlimizdədir. Ancaq mən bu gün sən ellədiyini mən o vaxt onlara demişəm ki, mənim üçün fərq etməz. Hər bir artıq attığınız nə atasınızsa 10 qat artığını mən qabağınıza qoyacağım. Çünki mənim sizi kimi bir oğraşlıq etməmişəm, yəni nə etməmişəmsə bir kişi kimi eləmişəm. Hər bir insan öz işidir, öz şəxsi həyatına, kimsə kiminsə həyatına qarışa bilməz. Ancaq biz bu gün yenə də kiminsə həyatına qarışmırıq. Biz bu gün qarışdığımız məsələ odur ki, İlham Əliyev balaca Heydəri sultan etmək istəyir. Azərbaycan elə artıq bizə yedizdirirlər, soxurlar, nə bilim yaltaq bizim xalqımızı ortaya qoyurlar. Deyirlər ki, balaca Heydər nə bilim prezident olsun. Mehriban oradan qayıdıb deyir ki, balaca Heydər artıq balaca deyil, yekə kişidir. Onun Alyonası da var, onun birinci xanımı da var mənə oxuyan. Yəni onu mən bir iş adamı kimi, bir Azərbaycan vətəndaşı kimi mən etiraz edirəm. Mən ona razı olmayacağam. İlham Əliyev nə edibsə, nə qələtlər eləyibsə ətrafından, onu məhkəmə yolunda mən vuruşuram. Yəni mən onlar kimi, bəli, göstər Tural bəy. Yox, başqa şey göstərirdim. Deməli, Alyona Əliyevanın Instagram səhifəsi var da. O Instagram səhifəsində hər gün bir şeylər paylaşırdı və 6 gün idi ki, heç nə paylaşmırdı. Düzdür, özü paylaşmırdı, onu işlədirdilər. Hətta keçənlərdə mən baxdım, yazılıb ki, 20 yanvarla bağlı paylaşım olunmuşdu. Xalqımızın dərd günü. İndi siz ortaya çıxardınız ki, bu Ukrayna Odessadan da bəlkə də Rusdu o, Odessanın əhalisinin əksəriyyəti. Yahudilər də çoxdur, Avropa yahudiləri çoxdur, Ruslar çoxdur Odessada. Xalqımızın dərd günü. Bu hansı xalqdan danışır? Yəni bu Sultan Süleyman o vaxt Hürrəmi də Ukraynadan gətirmişdi. Hürrəmi də gətirmişdilər Ukraynadan. İndi bunlar Sultan Süleymanın həyatını yaşamaq istəyirlər. Harem yaradırlar, haremin içərisində nələr görürlər. Yəni indi o Mehmanın sözü deyil ki, Mehman desin ki, Azər Əliyev Alyonanı qucaqlayır. Alyona özü şəkil qopdu. Yəni biz orada o şəkili Mehman özü tapmayıb ki, Mehman özü hardan gətiribdi. Mehman özü Alyonanın bölünmüş şəkili xalqımızın sadəcə ortaya qoyubdu ki, ay bala, bilin ki, sizin gələcək birinci leydiniz kim ola bilər? Mən ona görə etiraz edirəm, heç bir vaxt icazə verməyəcəm. Öz ağlımla da, pulumla da, gücümlə də hər bir şey eləyəcəm ki, balaca Heydər heç vaxt Azərbaycanın prezidenti, naziri, kimsə olmasın. Çünki birinci o uşaq xəstədir, Allah köməyində olsun. Yəni deyirəm, biz İlham Əliyevin ailəsinin arxasınca danışmırıq. İlham Əliyev ailəsini özü siyasətə gətirib. Və Tural bəy qəşəng bir xırda bilmirəm, bir gün gördüm, ha vaxt gördüm. Nə oldu siz Emmanuel Macronu danışa bilirsiniz ki, arvadı nəm transdır, nəm arvadı Macronu döyür, nə bilim neynir. Nə oldu? Niyə sizin ailənizi kimsə müzakirə edə bilməz? Siz publik ailəsiz, siz özdə ailə biri var, prezident olub. Və birinci xanım hamı başa düşür ki, normal bir şeydir ki, birinci xanım hər bir yerə prezidentlə gedə bilər. Ancaq biz başa düşmürük ki, balaca Heydər kimdir, şeyxlərlə görüşür, prezidentlərlə görüşür, Leyla Əliyeva kimdir? Yəni bu adamlar kimdir? Mənə bir izah eləyin. Bəlkə mən nəyisə başa düşmürəm. Qardaş, bütün dünyada prezident olan bir şəxs xalqının bir işçisidir. O xalqının, devlətinin vergidən bizim pullarımızı almaqla,
Yəni bağları saxlanılır, evi, eşiyi, maaşları, ancaq hətta onları qoy kənara. Maaşları qoy kənara, bizim pulumuzu yeyir. Azərbaycanın nəyi varsa bank sistemini oğruyubdular, inşaat sistemini əllərində, qaz, neft, qızıl, tualet, restoran, Azərbaycanda bir dənə bir iş bırakmayıbdılar ki, bir Azərbaycanlı, bacarıqlı oğlan, bacarıqlı xanım çıxsın ortaya bir iş görsün. Ne oldu elə? Heydər Əliyev balaca bacarıqlıdır, Leyla bacarıqlıdır. Balaca Mikalar, balaca kimlər restoranlar açır. Azərbaycanda bir dənə normal bir adam tapılmadı, savadlı, ağıllı. Has ki 17 yaşında gedib o dükkanı aça bilsin. Kardeşim bu gülməli bir şeydir. Ona göre Tural bəy, mən bu işin içində varam və axıracan gedəcəm. Çünki bu yaramazlar hətta bu mənim malımı, mülkümü oğramağından başqa, qardaşım, bugünkü gün özün bilirsən ki, məhkəmə bilmirəm, indi sağa 16 iş veribdilər, mənə nə qədər verəcəklər bilmirəm. Nəsə Mehman da hələ dəymirlər, yəni prokurorluğa çağırmayıbdılar. Yəqin Mehman səni də çağıracaqdır. Yox, İlham Əliyevin mənimlə bağlı xüsusi planları var, amma biz çalışırıq ki, o planı real olmasın. Çox böyük ehtimal İlham Əliyev məni öldürmək istəyəcək, amma istəyəcək, artıq qərarlıdır, israrlıdır. Mehman, mənə, sənə, Turala bu işdə kimlər ki, ümumiyyətlə yayır, danışır, xalqa həqiqət söylüyor. Allah uzaq eləsin. Bir dənə bir şey olsa, yəni xalqımız da bilməlidir, insanlarımız da bilməlidir. Bu ancaq mənim qardaş, İlham Əliyevdən başqa mənim heç düşmənim yoxdur. Mənim özdə mən düşmən deyiləm, onlar da mənim düşmənim. Mənim akordum 2010-cu ildə, deməli 2010-cu ildə Fazil Məmmədov, Zakir Qaralov, Əli Naqiyev, İlqar Abbasov, Əşrəf Kamilov 2010-cu ildə İlham Əliyevin bir Bəylər Eyübov adları o qədərdir, adamca artıq o bəyləri Tural spisat eləyib də artıq modda deyil, ona görə heç adam yadına salmaq istəmir. Yəni bu adamlar mənim özümü, ailəmi girov götürmüşdülər. Mən neçə ki akordun 51% İlham Əliyevin adamının, Əşrəf Kamilov kimdir? Tural Londonda hətta araşdırmalar eləyib, nə qədər OCRP araşdırmalar eləyib. Əşrəf Kamilov İlham Əliyevin malını, mülkünü saxlayan adam. 51%-i məcbur eləyiblər, vermişəm Əşrəf Kamilova, 24% yarım o yaramaz Zakir Qaralov özünə. Hətta burada da prezidentə atıbdır. Gedib deyib ki 51%-i alıb verəcəm sənə, plus 24% yarım özü üçün eləyibdir. Yəni bu adamlar oğru və namussuz adamlardır. Əşrəf yenə qayıdır, balaca Heydərin başında fırlanır söhbətlər. Əşrəf Kamilov, mən sənədlərini də göstərdim, qarşısından da videonu da çəkdim. Londonda Qatar Airways hava yolları şirkətinin baş ofisinin binasını Əşrəf Kamilovun adına kimə verib? Əşrəf Kamilov balaca Heydərə, balaca Heydər də Zara gilə deyəsən satıb. Yox. Əvvəlcə Əşrəf Kamilov alır onu, mən sənədləri də göstərmişdim. Neçənci ildə Tural bəy? 2019-cu ildən söhbət edir, səhv etmirəmsə. Yox, 2019-da artıq satmışdılar. Əşrəf Kamilov 2012-də başlamışdı. Proses gedib, bir il yarım müddətində proses gedib. Əvvəlcə Əşrəf Kamilov alıb onu, Qatar Hava Yolları şirkətinin London ofisini. Ondan sonra, yəni binanın söhbət, həmən şirkətin yerləşdiyi binadan söhbət gedir. Sonra keçirdib Heydər Əliyevin adına. Niyə? Çünki birbaşa keçirə bilməz axı, hansısa bir biznesmen Heydər Əliyevə bir şey satır. Arada kimsə olmalıdır. Çünki üzürlü hesab elə deyim, akordun 2011-də şirkəti zəbt tam əllərinə keçirdilər. 2012-13-cü ildə mən Bakıya qayıtdım. Yol tapdım, Zakirlə güya ki razılaşmaya gəlirdik. Mən şirkəti audit eləyəndən sonra Tural bəy 1 milyard dollar o vaxtı şirkətdən pul çıxartmışdılar. Banklar üzərindən, inşaat sektoru üzərindən və 2013-də
bu 700 milyonluq mallar, mülklər çıxdı şeydə, Londonda 2013, 2014. Yəni illəri izləyə bilərsiniz. 2010-da mənim əlimdən şirkəti alıbdılar. 2011-12 Əşrəf Kamilovun adına tam keçibdi. 2012-dən də sonra bütün nə alış-veriş varsa Əşrəf Kamilov, hamısı o vaxtdan sonra olunubdu. Yəni bu Tural bəy, hamısı mənim malımı, mülkümü oğranan pullardır, əziz qardaş. Siz ona görə haqqınız çatır ki, siz Londonda, Böyük Britaniyada məhkəməyə müraciət edib haqqınızı istəyəsiniz. Çünki o sənədlər də var. Mən sizə indi xatirimdə deyil, o vaxtda sənədlərin məlumatları var. Sonra üzərindən deməli o SRP bu məlumatları ortaya çıxardır, gündəm yaranır, söhbət hələ balaca Heydəri bilmirdilər. Sadəcə prezidentin ailəsinin bu 700 milyon dollarlıq mülklərindən söhbət gedirdi və bu məlumatlar ortaya çıxanda bir-bir satmağa məcbur olur. Satarkən də balaca Heydərin adını da sata bilmir də. Balaca Heydər kiməsə satsa bilinəcək ki, bunu təzədən geri alıb. Yenə Əşrəf Kamilovun adına transfer olunur. Ondan sonra Əşrəf Kamilov Hindistanlı bir biznesmen, adı yadında deyil, amma familiyası hələ də yadındadır. Gupta adında birinə satır həmən binanı. Yəni, yenə də məsələlər fırlanır Heydər Əliyevin adına və kimsə də deməsin ki, bu yazıqdır, xəstədir. Birbaşa Heydər Əliyevin adına fırlanır, əziz qardaş. Bütün pullar onun cibinə gedir də. Yəni, nəyə görə mən susmalıyam ki, Alyona gəlsin, mənim malımı, mülkümü yesin, dağıtsın və hələ bizə qıcıt versin. Operasiya eləsin, Mehribanı özünə oxşatsın. Yəni ona icazə yox. Atasının adına alınan otellər və s. söhbəti də var. Mehman. Sakit durun, Onları da araşdır, Mehman. Məsələ o ki, biz növbəti hissədə, serialın növbəti bölümündə biz onda göstərəcəyik ki, İlham Əliyev Qarabağı azad eləyib, neyniyib, onu qoyuruq bir tərəfə. Mən göstərəcəm ki, İlham Əliyev azad elədiyi torpaqda bizim igid qazilərimiz, şəhidlərimiz azad etdiyi Qarabağda ən qədər mülkləri, otelləri, fermaları deməli Bala Heydərin arvadı Alyona Əliyevanın atasının adına keçirib. Vay maşallah, maşallah. Bu faciədir. Bu misli görünməmiş həyasızlıqdır. Və biz insanlar başa düşməlidir ki, Əliyevlər ailəsi nəsli bizə aid olan torpaqları başqa Ukrayna vətəndaşına satır, onun adına keçirir və biləsiniz ki, bizim yenə də ölkəmiz işğal altındadır. Kimlərin əlindədir, kimlər tərəfindən bizim ölkəmiz işğal olunub, növbəti hissədə siz bunu görəcəksiniz. Qarabağı almışıq, amma yəni Əliyev öz ailəsinin və ətrafının adına, xalqa isə heç nə vermir. Qabaqları heç olmasa bilirdik ki, Qarabağ ermənilərin əlindədir. Ha vaxtsa ümidimiz var idi ki, onu qaytaracaq xalqımıza. İndi İlham Əliyev bizim gözümüzün qabağına balaca Heydəri, nəvələrini soxdu ki, mən sultanam, xanam, Qarabağda mənimdir, Qarabağ orada əhalisi ancaq mənim qullarım olar və ancaq gedib o deyir, inşaatda gedib işləyə bilərsiniz, kənd təsərrüfatında gedib işləyə bilərsiniz. Kimin şirkəti var? Hansı Azərbaycanlı Tural bəy tanıyırsan ki, İlham Əliyevin ətrafı olmasın və yaxud da məmuru olmasın, inşaat şirkəti var. Hansı bir xalq təsərrüfatında, kənd təsərrüfatında bir biznesmen tanıyırsan, Səməddən başqa. Səməddir nədir o birisi yeznə. Bütün kənd təsərrüfatı Səmədin əlində, inşaat sektoru Eminin əlində, bütün kilometrlərlə şeyləri, Novxanında xalqı orada əzə-əzə kazinolar tikir. Yəni, üzürlü hesab eləsən, xalqın mənə şortuxanalar tikdirir orada. Yəni, İlham Əliyevin ətrafı ancaq bu işlərlə məşğuldur. Yəni, bunlar başqa iş üzürlü hesab eləyin. Mən bir yeni məlumatı paylaşım. Biraz öncə dediyim kimi, Alyona Əliyevanın Instagram hesabı var. Bir həftə idi ki, heç bir paylaşım etmirdi. Heç bir yerə də getmirdi. Baxmayaraq ki, hər gün o səhifədən paylaşımlar olurdu. Bu günləri yeni paylaşımlar edib
və Birdən Mehmanla şəklini qoyar ora. Ha. yox, onu qoymayıbdı. Belə, nə bilim, belə harasa gediblər. Bakı şəhərinin Nizami rayonunda yerləşən autizm mərkəzində ziyarət belə başlayıb. Qoy sizə bir sir açım. Qoy sizə bir sir açım. ki, neyniyək bunu? Bir həftə fikirləşiblər. Bu nə qədər qızı biz çölə çıxartmayacağıq axı. Hər gün çıxırdı bu. Amma qoy sizə bir şey deyim. Ata Deməli, burada. məsələ budur ki, Alon Əliyevanın heç o səhifədən xəbəri yoxdur. Yəni bu PR menecerlik, bu reklam işinə baxan xüsusi adamlar var, hansı ki DTX ilə işləyirlər. Yəni Alon Əliyeva orada postlar eləmir. Sırf onun siyasətini, onun PR menecerliyi eləyən xüsusi adamlar var. Alonanın əsl profilləri bizlərin, sizlərin əlindədir. Ona görə də bu autizm xəstəliyi olan uşaqları ziyarət edib, ay nə bilim, itlərə yemək verib, ay nə bilim. Bunlar həqiqət deyil. Nə oldu o işləri qabaq Leyla eləyirdi? Nə oldu indi qabaq itlərə, pişiklərə, belə bir yerlərə Leylanı göndərdilər? Ona görə də biz artıq bu prosesi başlatmışıqsa, sona qədər bunu getməliyik və Bala Heydərlə Alon Əliyevanın əsl kimliyini ortaya artıq qoymuşuq. Bizim hörmətli izləyicilərdən, insanlardan bir istəyimiz var ki, biz imkan verməməliyik ki, Bala Heydərlə Alona Əliyeva, Qonçar hakimiyyətə gəlsin. Hakimiyyətə gəlsələr, bilin ki, siz öz uşaqlarınız, nəvələriniz qarşısında utanacaqsınız, onlara cavab verə bilməyəcəksiniz və ən böyük günahkar məhz o adamlar olacaq ki, kimlər ki, icazə və şərait yaradıb ki, Bala Heydərlə Alona Qonçar hakimiyyətə gəlsin. Bu plan artıq məncə, biz bu plana biraz dəyişiklik üçün əlimizdən gələni etdik. İlham Əliyev artıq düşünür, ikinci plan üzrə düşünür ki, bundan sonra nə etməlidir? İlham Əliyevin yalnız bir çıxış yolu var. Ya necə ki, Söğüdlük hadisələrində müşavirə keçirib, bildirib ki, polisə daş atan və s. Bu, indi görürəm də, bəzi blogerlər, xəbər saytları dövlətə qarşı bir hücum, dövlətə qarşı terror adlandırırlar. Balaca Heydər devlətdir, başa düşmədim ki. Tutam ki, dövlətdir. Əgər bu hücum alındısa, əgər bu hadisə partladısa, deməli cəza alan şəxslər olmalıdır. İlham Əliyev müşavirə keçirsin, Şadlinskini, Əlin Ağayevi, Orxan Soltanovu otursunlar və desinlər ki, ay Əlin Ağayev, sən bu dövləti böyük təhlükədən qoruya bilmədin. Didavay veşləri götür, bas bayra. Amma bunlar olmur, görürsünüz. Yenə də İlham nəyi düşünür? İlham Əliyev pulu düşünür. İlham Əliyev deyir ki, davay Əlin Ağayev doğ. Çünki arada mənim pullarım getdi. Niyə arada pullarım getdi? Çünki 2022-dən Alona ortalığa çıxandan sonra İlham milyonlar, milyardlar xərclənib ki, bunun imicinə, bunun stilinə, bunun paltarına, geyimlərinə, PR menecerliyinə, reklamına, televiziyada, sosial şəbəkələrdə, show biznesin əlindən en qədər milyonlar, milyardlar tökülüb ki, bunu bir figur kimi bizə soxuştursun. Amma bu figur artıq yox oldu. Bu nə qədər istəsə indi bundan sonra Alonanı uşaq bağçasına göndərsin, autizmli olan insanların yanına göndərsin. Nə istəsə bunu artıq Alonanın heç nə xilas eləməyəcək. Bilirsiniz niyə? Çünki Gürcüstandan, Rusiyada ən çox, Gürcüstan bundan danışır, Rusiya bundan danışır. Mehman, gələn efir rus dilində eləyəcək səndən, Mehman. 100%. Çünki məndən də artıq müraciətlər var. Ha, bunlar özdə rus dilidir. Qonşuluğumuzda olan ölkələrdə hər kəs bundan danışır. Və ən dəhşətlisi bilirsiniz nədir? Yevlaxda, Tovuzda, Qazaxda, Ağstafada, Lənkəranda, Şəkidə, Zakatalada, çayxanada olan işsiz gənclər, adamlar ən azı bugün çay içəndə deyirlər ki, ay gəlinin də gördün də nə çıxdı. O söz İlham Əliyevə bəhs eləyir. İlham Əliyev başa düşür ki, bu nə qədər bizə o Alonanı sırasa da insanların beynində bir
fakt var, bir real Dədəliyinin xətrinə dəyər. Qod Nisanın dədəliyinin xətrinə dəyər. Biraz Aha. dədəliyi Mən- qoymuşlar. Mövzuya İlham Əliyev keçirildim. bundan çox Sonuncu 3-5 dəqiqəlik. Azər Əliyevlə münasibətindən danışdın sən videoda və bəzi görüntülər də göstərdin. Bu haqda nətər ola bilər? Mən həqiqətən şokdayım. Belə bir şey olur. Yəni Azər Əliyev Olur. Demişəm. Bunlar hər şey olur. bu qumarbazdır. Ümumiyyətlə Əliyevin nasilində belə kayfa meyillidirlər, qumara meyillidirlər. Azər Əliyev xüsusi imtiyazlara əli çatır. Məsəl üçün bu Odessada onun adına klublar var, onun orada qumarxanaları, barları var. Biz gördük də, məsəl üçün Ukraynada ən çox nə var? Sokar zapravkaları var, otellər var, hansı ki baş nazirin müavini Yaqub Yaqub Eybov məxsusdur. Ha, Elman Yəni bu Bayramovun adamların- oğlu yaramaz. Bu adamların orada Ukraynada otelləri var, barları var, klubları var, restoranları var. Bu açıq mənbələrdə var. Deməli, Azərin də ən çox getdiyi ölkə məhz Ukraynadır. Azər həm də Olimpiya Komitəsində bir məxsul şəxsdir. Yəni qız gimnastikası ilə məşğul olan, qız sportu ilə məşğul olanı ona nəzarət edən şəxsdir. Bu gedir Ukraynaya çox gedir, Odessaya. Odessada deməli bu klubların birinə gedir və klubların birində bu bir qız görür. Qız da həmin o klubda striptizlə məşğul olur, eskortluqla məşğul olur. Hansı və qız? Bu qızın adı Alona olur. Alona Odessada striptiz göstərən bir xanım olur. Bu ondan orada tanış olur. 2014, 15, 16, 17 bu ərəfələrdə görüşülür. Biz onu izləyə bilirik ki, Alona öz sosial şəbəkələr vasitəsində biletləri, pasportunu paylaşır və gördük ki, bu son 3-4 il ərzində ən çox getdiyi ölkə məhz Fransa olur. Paris, Monaco, Nitsa şəhəri və digərləri. Deməli, Azər bunu sadəcə aparıb gətirirdi. pulla aparıb gətirən adam olur. 2018-ci ildə Bala Heydər haçan ki bütün ASTV-də, Real TV-də bu reklam olunurdu ki, güya bu DTX-nın hərbi hissəsindədir. Lakin bu Fransadaydı. Heydər Əliyev Fransadaydı. Məsələ də budur. Fransada həm Heydər Əliyevin, həm də Azər Əliyevin villaları var və bir villa necəsə olub ki, Azər Əliyevin adınadır. Yəni Fransanın reyestr xidmətindən çıxarış var əlimizdə ki, bu Azər Əliyevindir. Yəni bunu dana bilməz ki, bu villa bunun deyil. Və o ora gedir. Çox böyük ehtimal İlham Əliyev Azərə deyir ki, oğlumu göndərirəm, gözün üstündə olsun. Dincəlin, yaxdan da göndərirəm. Bu orada gedir Azərin yanına göndərir. Azər orada keyf eləyir, ay nə bilim nə eləyir. Bu zəng eləyir Alyonaya. Alyona xanım, padruqanı da götür, gəl Fransaya. Bu 2018-ə qədər Alyona öz sosial şəbəkələrdə postlar, şəkillər paylaşır və 2018-ci ildə ən sonuncu postdur. Ondan sonra postlar yoxdur. Bu gedir ora və orada artıq nə baş verirsə bunu bilmirəm. Çoxlarını maraqlandıran bir sual var, onu istəyirəm açaq və məntiqini deyək. Niyə əgər Alyonanın əlində bu ailənin kaset şəkilləri, foto, videoları var idisə, necə oldu ki, İlham Əliyev bu qızla bacarmadı? Niyə bunu aradan götürmədi? Məntiqli cavabım oydu ki, yenə deyirəm ki, o Azərlə yataqda nə edirdi, onu biz bilmirik. Heydərlə necə calaşdırıb, onu da bilmirik. Bu Bala Heydəri İlham Əliyev ölkədən çıxardanda ya Rus kəşfiyyatı, ya Türk kəşfiyyatı, ya Ukrayna kəşfiyyatı, biz bilmirik hansı kəşfiyyat. Əgər bu nə? Danış bir sənət göstərəcəm mən. Azər Əliyevin vəsiqəsini, Rusiyadan vəsiqəsini. Möhtəşəm, möhtəşəm. Deməli biz bilmirik hansı kəşfiyyat. Əgər Hüseynovlar qardaşları bilirdisə ki, Bala Heydər Fransada dincəlir. Bunun Rus kəşfiyyatı da bilirdi ki, oradadır. Türk kəşfiyyatı, İran kəşfiyyatı biz bilmirik.
Deməli bu kəşfiyyat, Rus kəşfiyyatı olsun, tutalım ki. Bu Bala Heydəri otarır. Fransada çəkir, otarır ki, arxivi yığır da ki, bilsin ki, İlham Əliyevin oğlu neynir orada. Bunlar bunu Azər Əliyevlə Heydəri otarırlar, çəkirlər və görürlər ki, bunların yanına bir qız gəlib gedir. Alona adlı adam. Mənim məntiqim o göstərir ki, hansısa kəşfiyyat bunu başa düşür ki, o qızı araşdırmaq lazımdır. O qızı araşdırırlar. Və Azər Əliyev bəlkə də kəşfiyyatla əlaqəlidir. Ola bilər. Araşdırırlar qızı. Qız çıxır eskortçu, yəni striptizyorşa. Qızı tez bazar əməkdaşlığa cəlb edirlər. Onun telefonunda olan fotoları, videoları götürürlər və artıq ondan sonra proses başlayır ki, İlham Əliyevə kimsə zəng eləyir və deyir ki, İlham Əliyev, sənin gəlinin məhz Alona Qonçar olacaq. Və bu məsələ o olur ki, mən bildirmişdim ki, Mehriban Əliyeva bu cütlüyün qarşısına, bu cütlüyün toyuna qarşı olub. Amma İlham Əliyev nə oldu, necə oldu, məcbur oldu ki, bu olsun. Biz bilmirik bunun arxasında Türk kəşfiyyat dayanır, İran, Rus və başqası. Amma ona görə də Alonanı ortadan yox eləyə bilmədilər. Yəni, hekayə budur. Amma Azərin, Bala Heydərin, onların yaxtaların, hər şeyi, bu nədir? Bu, deməli, şəkildən mən belə anlayıram ki, Rusiya ağır atletika hansısa bir federasiyasındadır ya təşkilatında Azər Əliyevə verilmiş vəsiqədir. Yəni, o, həmən Rusiya federasiyasının vəzifə və özü də bunu, baxın, yenə də şəkildə çəkilərkən, neçənci il? Bu 2012-yə səhv etmirəmsə görsədim. 4 aprel tarixi. Azər Əliyev, Azər Mahmudoviç. Atasının adı Mahmudov. Özüdür ki var. Oyda. Mən nə deyim? Mən nə deyim? Sonra da deyirlər ki, Rusiya ilə bizim əlaqəmiz yoxdur. Mən bir şey deyim, mən o vaxtı bunu anlamamışdım da, Azər Əliyev mənim Instagram profilimi niyə izləyir? Bu Azər Əliyev 2022 il əvvəl təxminən mən Alona Əliyevanın kimliyini axtarırdım, sözün açığı tapa bilmədim, kimsə də məlumat da vermirdi, amma bunu gündəm eləmişdim ki, niyə gizlədirsiniz siz bunu xalqdan? Və bir neçə video ard-arda həm Instagramda, həm YouTube'da paylaşırdım. Azər Əliyev gördüm ki, həmən ərəfələrdə mənim Instagram profilimi izləməyə başladı. Və mən indi onu screen eləmişdim, bu günlər axtardım, tapa bilmədim mən onu. Sonra çıxartdı məni Instagram izləmədən. Mən bilmədim nəyə görədir, dedi, yəni ola bilər əli dəyibdir, baxırmış sadəcə, əli dəyib, izləyibdir, sonra geri çəkibdir. Amma indi anlayıram ki, Azər Əliyev bəlkə də o vaxtı mən maraqlandığım üçün bu da məndən maraqlanırdı. Çünki bütün zibilləri aşılacaqdı axı. Çünki bütün xalq biləcəkdi ki, bu hardan gəlib, Heydərin əlinə hardan gəlib, necə gəlib. Doğru. Heydər özü tək həkimsiz bir yerə çölə çıxa bilmir. Heydər necə getdi, hardan tanış oldu bundan? Doğru. Və biz nə nəticə gəlirik? Baxın, misal üçün, Tural son vaxtlar Bəylər Eyi bu haqda ortaya ciddi faktlar qoyurdu və sübut edir ki, bu adam nə ilə məşğuldur. İlham Əliyev son vaxtlar ona görə ən xoşbəxt adam idi ki, bunun qarşısına 30 ildə biz deyirik, Leyla Əliyeva kayfarikdir, Leyla, amma fakt yox idi. Biz deyirdik ki, Arzu Əliyeva öz ərinin üstünə hücum eləyib, amma bu ola bilər, amma fakt yox idi. İlham Əliyev həmişə xoşlayırdı ki, bunun ailə özləri haqda ancaq dedikodular olsun. Misal üçün, fakt olmasın. Bu hadisədə İlham Əliyev ona görə çox sarsılıb, çıxılmaz vəziyyətdə qalıb. Çünki ilk dəfə idi ki, Əliyevlər tarixində ortaya bir fakt qoyuldu ki, bizə namusdan, qeyrətdən, milli mentalitetdən, milli dəyərlərdən dərs keçən adam bu dəfə fakt qarşısında qalıb və bunun cavabı yoxdur. İlham Əliyev həyatında ola bilsin ki, gələcəkdə bu Leyla Əliyevanı mələk elan eləyər. Hamı buna inanar ki, bu mələkdir, bu günahsız. Amma Alonanı artıq fakt var
və bu faktlar illərdir qalacaq sosial şəbəkələrdə, arxivdə, insanların telefonunda, mehman oldu, tural oldu, olmadı, insanların artıq əlində var bu sosial şəbəkələrin olan fotolar var və bu İlham Əliyevi çox narahat eləyəcək. Ona görə həm də narahat eləyəcək ki, bu Alyonanın həm də intim fotoları var, həm alt paltarında olan fotolar var və en qədər Əliyevlərdən yanıqlı adamlar var, en qədər psixoloji xəstə adamlar var, en qədər belə deyək də manyaklar var ki, o şəkillərə baxıb həzz alacaqlar, necəsə kayf alacaqlar. Bu artıq bizim problemimiz deyil. İlham Əliyev onu dərk edir. İlham Əliyev başa düşür ki, ay Allah, bu yəni məsələ bilirsiniz nədir? Alyona Qonçar artıq xəstəxana açılışına gedəndə bir Mikhail Cabbarov onun üzünə baxanda içində bir dənə sual olacaq ki, ay sən cavanlıqda nələr eləmisən? Və o üzə baxanda, onlara yaltaqlıq eləyəndə, Alyona Qonçar show biznes əhli ilə görüşəndə, hər kəsin daxilində bir şey varacaq ki, Alyona, biz səni tanıyırıq da, yəni çox da şey eləmə. Və bu İlham Əliyevi illərdir bundan sonra narahat eləyəcək. Mən düşünürəm ki, onun planları dəyişiləcək. Bala Heydərdən bilirsiniz ki, söhbət boşanmaqdan mənə maraqlı deyil. Sən də qeyd elədin ki, hər iki qızı boşanıbdır. Ola bilər, sən qeyd eləyən kimi Davosda necə ki, onun əsas məqsədi Bala Heydəri Trumpla görüşdürmək idi, o plan alınmadı, özünü xəstəxanaya yerləşdiriblər və ona görə də İlham Əliyev artıq ikinci plan haqda düşünəcək. Çünki nə Trumpla görüş oldu, mən bilmirəm ikinci oyuncu kim olacaq. Trumpla görüş baş tutmadı, Heydərin arvadı ortaya çıxdı və maya batdı, artıq başqa bir plan olmalıdır. Çünki bu adam bir yaxşı deyim var. Ölkədə inqilab eləmək üçün lüt insanlardan qorxmaq lazımdır. Yəni biz mental ölkəyik deyə, bizə insanlara maraqlı deyil, korrupsiya maraqlı deyil, İlham Əliyev hansı ateli öz adına keçirib. İnsanlara maraqlıdır ki, bizi idarə edən qeyrətli adamdırmı, namuslu adamdırmı, bunun lüt şəkilləri varmı, bunun lüt şəkilləri yoxdurmu? Çünki insanlar dərk eləyəcək ki, birdən Alyona Əliyeva hakimiyyətə gəlsə, bilin ki, bizi idarə edən Odessanın klublarında striptiz görsənən bir adamdır. Ondan biz nə xeyir görəcəyik, nə inkişaf görəcəyik, nə uğur görəcəyik. Artıq bir saatdan artıq danışırıq. Təşəkkür edirəm İlqar bəy, Mehman bəy, uğurlar, özünüzü də qoruyun, özümüzü qoruyaq. Amma xalqın bilməyə haqqı çatır. Yəni paylaşın. Haqqı çatır ki, onun prezidenti kimdir, ailəsi kimdir, nədir? Nədirsə siz də xalqa deyin ki, biz buyuq. Demirsinizsə biz deyirik, deyənlər olacaq və siz tanınanlar da olacaq. Macron arvadının dərdini çəkməyin, öz dərdinizi çəkin. Yəni o deməkdir. Amma bir şey də faktı da deyim sonda. Artıq 2021-ci, 2022-ci, 24-cü, hətta 25-ci ilin yarısına qədər də dövr deyil. Artıq elə bir ki, 2018-2019-cu ildir. Əliyevin, mən bilirəm də, bunu Zahid Oruç da bilir, onun güya imicini ölçür İlham Əliyevin hakimiyyətini. İlham Əliyevin hakimiyyətinin nüfuzu xalq arasında artıq yerlə sürünür. Əvvəl Qarabağ söhbəti edirdilər, indi Qarabağ söhbəti edən də yoxdur. Bununla xalqın başını da aldada bilmirlər. Yəni, o zaman deyirəm ki, yəni inqilab da ola bilər Azərbaycanda. Sözün açığı mənim 1-2 il əvvəl belə düşünürdüm ki, da yəqin ki, də keçdiyi bu xalqdan keçdik. Yox. Xalq artıq, mən çünki hər gün izləyirəm sosial şəbəkələri, yazılan kommentləri, baxış saylarını, rəyləri, bəyənmələri. Xalq budur da. Bax, əvvəllər süni intellektlə Əliyevin, onun ailə üzvlərinin, hakimiyyətdəkilərin, hələ mən lap başda İlham Əliyev idim. Videosunu düzəldə bilməzdin. Düzəltsəydin, hatta şərhləri yazardılar ki, nə danışırsan, prezidentimizi niyə alçaldırsan? İstədiyin formada sən süni intellekt videoları düzəldirsən İlham Əliyev haqqında. İnsanların ürəyindən tikan çıxır. Milyon baxışlar olur. Yəni, bu nə deməkdir? Bu göstərir. Heykəli də aşırtmısan, ha. Heykəli də 3 milyona yaxınlaşıb bu heykəli. Bu heykəli aşma videosuna 6 milyon yarım toplamda baxış olubdur. Facebookda 3 milyon 800 min olmuşdur. İlham Əliyevə
nifrət var və bu hadisələrdən sonra daha da çox olacaq və mən heç şübhə etmirəm ki, hansısa proseslərə əl atacaq. Bir də gördün ki, bu yaxınlarda siyasi məhbusları azad elədi və ya O bir dəqiqə oturub fikirləşir ki, Mehmanı İlqar nədər öldürüm, Turalı nətər aradan çıxardım ki, Azərbaycanda olanları susturmuşam. Hamını bir dəfəlik öldürə bilməz axı. Bir dənə bir söz deyim, Tural bəy, efir qutarır, mən bir söz deyim. İnsanlar ayrıldı, uzaqlaşdı. Yəni, məsələ nədədir? Bir dənə bir söz deyim. Gənc qızlarımızı tutturub, Vidadi İskəndərdən tutmuş, nə qədər siyasətçiləri öldürtdürüb, neyiniyib. Ancaq indi başa düşmür ki, bundan da pis oldu. İndi hər bir cavan Azərbaycanlı gənc özünü başa düşən öz telefonundan bir jurnalistdir. Yəni bu sosial şəbəkələr faktiki bu saat jurnalist işini görür. Faktiki ortaya Mehman bu dəqiqə elə jurnalist adamların nə varsa hamısı türmədədir. Mehman yəni bu polis cinayətlərini, başqa cinayətlərini hardan alır? Yəni onu xalq göndərir. İnsanlar, narazı insanlar göndərir. Yəni İlham Əliyev istədi sustursun, istədi məhv eləsin, kim ki bunun ailəsinə qarşı danışır. Ancaq indi inanın mənə Tural bəy, hətta bu hadisədən sonra bəlkə 100 minlərdən cavan gənclərimiz artıq qorxmayacaq, artıq başa düşəcək ki, Mehman kimi bir oğul, Tural kimi bir oğul, yəni bundan qorxmursa, qardaş onsuz da hamımız öləcək. Yəni bu dünyada heç kim qalmayacaq. Ancaq biri var mərd kişi kimi öləsən, biri var namussuz, qeyrətsiz prezident olasan. İndi sən hansını seçirsən, o sənin üçün, o sənin yolundur. Ona görə Azərbaycan xalqı çox sağ olun, izləyin, baxın, çox qabaqda araşdırmalar var. Elə maşallah Tural bəyin özü də Londonda nə qədər araşdırmalar edib. Tural bəy, insanların yadına yenidən salmaq lazımdır. Yəni bir ara bu Qarabağ məsələləri İlham Əliyevi artıq bəzən bizim qohumlar da bir də görürsün. Deyirdi, nə istəyirsən, İlham Əliyevdən Qarabağ azad edeyim. Ancaq indi artıq o sözü demirlər və o araşdırmaları davam etmək lazımdır. Bunların mülküdür, malıdır, oğradığı pullarıdır. Nə bilim, Azərbaycanın hər bir kiməsə işgəncə verirlər, neynirlər. Onları hamısını ortaya çıxartmaq lazımdır. Xalqımız görməlidir. Və yəni də cavanlarımıza, gənclərimizə kim ki, bunların qapısında işləyir, kim ki, evində işləyir, kim ki, arabasını sürür, kim ki, nəyin sürür. Bu dəqiqə əlinizdə şans var. Gələcək tarixdə adınızı yazdırasınız. Bu dəqiqə nə materiallar, nə imkan varsa bunun dayandırmamalısınız, göndərməlisiniz, bölüşməlisiniz. Təhlükəsizliyinizdə biz garantiya veririk ki, xaricə yaşamağa istəsəz, çıxmaq istəsəz, Mehman bəy bir də onu təkrarla cavanlarımıza Mehman. Xahiş edirəm ki, gənclərimiz qorxmasın. Yəni, hər birimizin borcumuzdur. Çalışacağıq ki, qoruyaq, adı açıqlanmayaq. Burada mükafatlar da olacaq və s. Əsas odur ki, İlham Əliyevin və onun ətrafı başa düşsün ki, onları satacaq adamlar var və bunu İlham Əliyev özü necə ki, Ramiz Mehdiyevi satıb, necə ki, bəyləri satıb. Yəni İlham Əliyev də bilsin ki, onun ətrafı da onu satacaq. Geci tezi. Təşəkkür edirəm, dəyərli dostlar. Yayından çıxmadan öncə xahiş edirəm. Bəyənin, paylaşın. Bəyənin, paylaşın. Bunu 100 minlər izləsin. Hər kəsə təşəkkür edirəm, uğurlar. Sağ olun. Sağ olun.